bugün Hüseyin Cavidin ana mənzum faciəsini keçirir. Ana mənzum faciəsində bir əsər bir pərdəlidir. Yəni bir hissəlidir və bir pərdəlidir desə daha düzgündür. Bu əsər 1910-cu ildə qələmə alınıb. Əsərdə maraqlı dialoqlar var. Həmin o maraqlı dialoqlar barədə danışacağım. Ona görə diqqətlə qulaq asaq ki, maraqlı dialoqlar var və yaxud monoloqlar var. Bunlar haqqında danışa bilərik. Deməli, əsər bir pərdəlidir. Əsər başlayır əşxasla. Əşxas sözünün mənası şəxslər deməkdir. Yəni, əşxas sözünün mənası şəxslər deməkdir. Yəni, əsərdə iştirak edənlərin əvvəlcə adları verilir. İndi təbii ki, adlarla qarşıda danışarıq. Əşxas şəxslər deməkdir, onu yadda saxlayın. Burada bir neçə şəxsin adı var və əsərdə belə deyək, bu adlardan sonra, əşxasdan sonra əsər remarka ilə başlayır. Əsərimizin remarkası nədir? Hadisələr Dağıstanda baş verir bir. Hadisələr Dağıstanda baş verir birincisidir və Dağıstanda burada bir otlu, ağaclı bir yerdir. Bir bağçadır. Bağ yox ha, yəni bağça, balaca bir yerdir. Bağçanın bir tərəfində, bir küncündə sadə, fəqiranə bir dənə evciyəz var. Evciyəz də burada bilirsiniz ki, şəkilçidir də. Əzizləmə mənasını bildirən şəkilçidir. Deməli, burada bir sadə, fəqiranə bir dənə evciyəzdən söhbət gedir. Sadə bir evciyəzdir. Və burada buludlardır, yəni göydə buludlardır və yüksək dağlardan söhbət gedir. Yəni, yüksək dağlar göstərilir. Əsərin remarkası bax budur. Yəni, əsərin remarkası bax belədir. Əsərin sujet xəttinə gəldik. Əsərin sujet xəttində göstərilir ki, əsərimizin baş qəhrəmanı Səlma anadır. Yəni, ananın adı Səlmadır. Göstərilir ki, Səlma ana özü evin qarşısında oturub fikrə dalıb. Yəni, düşüncədədir ana. Və 2 dəqiqə sonra, bunlara diqqət edin, kitabda da baxarsınız, 2 dəqiqə sonra ana başını qaldırır və üzün tutur göyə. Yəni, Allaha yalvarmağa. Görək Allaha nə deyir? Allaha deyir ki, ya Rəbb deyir, ey Allah, ey Tanrı, ey mərhəmət kanı. Bax, kitabımızda da belə başlayır. Ey mərhəmət kanı, ey ulu Tanrı, ey yerlərin, göylərin hökümdarı. İlk 2 misra belədir. Bir dənə orada bir məsələni deyim, orada kan sözü var. Ey mərhəmət kanı. Kan sözün keçmiş ucalar. Sığmazam qəzəlini yadınıza salın. Orada kan sözü var idi. Bəhrə bir kana sığmazam. Bəhrə orada dəniz idi, kan da ki, mədən idi. Burada da deyir ki, Allaha müraciətdə deyir ki, ey deyir, mərhəmət kanı, mərhəmətin mədəni. Mədən birisi böyük yerdəndir. Daş kömür mədəni. Yəni, daş kömür çıxarılan yerdir. Allaha deyir ki, ey mərhəmət kanı, ey ulu Tanrı. Allaha deyir, ey yerlərin, göylərin hökümdarı. İndi görək Allaha, Səlma ana, əsərimizin qəhrəmanı Səlma ana Allaha nə deyir? Allahadan nə istəyir? Allaha deyir ki, mənim varım, dövlətim, bircə dənə oğlum var. Varım, dövlətim, bircə dənə övladım var, oğlum var deyir. Və həmin övladım, həmin oğlum, yəni adı Qanpoladdır. Deməli, ananın oğlunun adı nə olub? Qanpolad. Allaha deyir ki, müraciət edirəm, mənim deyir, oğlum var. Yəni, varım, dövlətim, bir dənə oğlum var. Allaha müraciətdə deyir ki, ey ulu Tanrı, inayət qıl. İnayət sözün Hüseyin Cavidin İblis əsərində də demişdi, inayət sözün mənası mərhəmət, rəhm deməkdir. Mənim bir dənə oğlum var, varım, dövlətim, bir dənə oğlum var, adı Qanpoladdır. Və Qanpoladı burada Nuri Didəm adlandırır. Nuri Didəm gözümün nuru deməkdir. Onu yadda saxlayaq. Mən də sizdən soruşanda deyəcəm. Ana deyir, öz övladını necə adlandırır? Nuri Didəm adlandırır. Yəni, gözümün işığı adlandırır. Ana övladı. Deyir ki, gözümün işığıdır deyir. Və ana qeyd aparır ki, Allaha müraciətində deyir ki, 3 aydır ki, oğlumdan məlumat yoxdur. Deməli, Səlma ananın oğlu Qanpoladdan 3 aydır ki, məlumat ala bilmir. Və ana hər gün qanlı röyalar görür. Qanlı röya, röya yəni yuxu deməkdir. Ana hər gün qanlı röyalar görür. Və ana fikirləşir ki, bu röyalar qorxulu bir xəbər ola bilər. Bu röyalardan qorxulu bir xəbər var. Ananın zənni belədir ki, gördüyü yuxulardan
qorxulu bir röyalar ola bilər. Yəni röyalardan qanlı bir röyalar, qorxulu bir xəbər ola bilər. Ananın gördüyü budur. Ana Allaha müraciətdə deyir ki, oğlum bir yıldan fazladır, yəni artıqdır. Ana deyir ki, oğlum Qanpolad bir yıldan artıq fazladır ki, kənardadır. Və hər ayda bir dəfə və ya 15 gündən bir, ayda bir dəfə 15 gündən bir oğlu buna məktub yazıb məlumat verərdi. Qanpolad buna məlumat verərdi ki, yəni mən hardayam, işlər necədir. Amma artıq 3 aydır ki, oğlundan heç bir məlumat yoxdur. Ona görə ana həyəcanlıdır və yadda saxlayın, suallarda hər zaman belə tipli suallar olur. Ana oğlun vəfasız adlandırmır. Baxın, birdən testlərə düşər ki, oğlu vəfasız idi, xeyr. Deyir ki, oğlum vəfasız deyil, deyir. Vəfasız deyil. Amma deyir, şübhələr deyir, günü-gündən şübhələr artır. Çünki 3 aydır ki, oğlumdan xəbər yoxdur, şübhələr artır. Və bu zaman ana dediyi vaxtı, ananın oğlu Qanpoladın nişanlısı olur. Nişanlısının adı olur İsmət. Çərkəz qızıdır, Dağıstandandır. Çərkəz burada xalqın adıdır. Çərkəz qızıdır, qızın adı İsmətdir. Elə adına uyğun xarakterdə var. İsmətli, arlı, namuslu bir qızdır. Deməli, qız gəlir. Qız gəlir, qız gələndə ana görək gələcək gəlinə nə deyir? Ana gələcək gəlinə müraciət edir. Baxın, deyir ki, qız deyil, deyir, mələkdir. Yəni, öz gəlinini, gələcək gəlinini mələk adlandırır. Deyir, qız deyil, mələkdir, bunu yadda saxlayın. Qarşıda yadımdan çıxmasa, ana öz gəlinini, yəni İsməti bir neçə adla adlandıracaq. Birinci ad necə oldu? Birinci ad oldu mələk. Yəni qızına həmin o İsmətə mələk deyə müraciət edir. Mələk, deyir mələkdir. Sonra və qız utancaq şəkildə orada məhcub yazıb, məhcub şəkildə, yəni utancaq şəkildə qız gəlir və qız gəlir, əlində də məktub olur. Gəlir anaya deyir ki, iş də məktub. İş də yəni budur məktub. İş də məktub. Ana soruşur ki, məktub kimdəndir? Deyir ki, Qanpoladdandır. Deyir, kim verdi bu məktubu? Ana qızdan soruşur ki, məktubu kim verdi? Deyir, məktubu qonşumuz, Qorxmaz oğlu, yəni türkcə yazıblar, Qorxmaz oğlu Müslüm verib. Deməli, buna məktubu, qıza, İsmətə məktubu, Qanpoladın məktubu kim verib? Qorxmaz oğlu Müslüm verib, deyir məktubu. Ana bundan soruşur ki, yaxşı Qanpolad salamatdırmı? Qız da deyir ki, sap salamatdır. Deyir, gəlmiyormu? Yəni, gəlmirmi Qanpolad? Baxı, bir ildən fazladır, başqa yerdədir. Deyir, gəlmirmi, deyir. Qızdan soruşur ki, gəlmirmi? Qız da deyir ki, hamısı məktubda yazılıb. Yəni, gəlib, gəlməməyi məktubda yazılıb. Ana məktubu qızdan alır, qıza deyir ki, İsmətə, sən çıx evə. Qarmon çal, orada qarmon demir, deyir, çal, əylən, tək əylən. Mən gedib bu məktubu oxudub gələcəm. Deməli, həm ana, həm qız oxumağı bacarmırdı. Görürsünüz, yəni bunların belə deyək də, oxuma savadları yox idi. Ananın oxuma savadı yox idi və ana deyir ki, məktubu aparım qonşuda oxudub gəlim. Ana gedir. İndi baxın, maraqlı hissələr artıq yavaş-yavaş başlayır. Yəni, yavaş-yavaş, bunlar əsərimizin giriş hissəsidir. Yavaş-yavaş başlayır artıq zavyaskasına. Qız deməli, ana gedəndən sonra qız həyətdədir. Qız görək nə deyir? Qız deyir ki, Qanpolad nişanlısıdır da. Qanpolad deyir, bir il əvvəl biz nişanlandıq. Deməli, Qanpoladla nə zaman nişanlanıblar? Bir il əvvəl. Qanpoladla nişanlandıq. Nişanlanandan sonra deyir, o qürbətdədir, yəni başqa bir ölkədədir. Xarici bir ölkədədir. O qürbətdədir, mən isə tək tənhayam. Deməli, qız tək tənhalıqdan şikayət edir. Deyir, o kənardadır, qıraqdadır, qürbətdədir. Biz isə deyir, yəni mən isə deyir, burada təkəm. Qız deyir bunu. Və burada maraqlı bir cümlə işlədir. Qız deyir ki, mənim halım məhsundur. Şöyle kitabda da məhsundur. Məhsun sözünün mənası kədərli deməkdir, hüzünlü deməkdir. Məhsun nə deməkdir? Kədərli, hüzünlü deməkdir. Qız deyir ki, yəni İsmət deyir ki, mənim halım hüzünlüdür, kədərlidir, məhsundur. Və deyir, mən öz həyatımdan
məmnun deyiləm. Deməli, qızın da, İsmətin də öz nişanlısına qarşı sevgisi böyük idi. Həqiqi sevgisi var idi. Yəni, bu vaxtıcan bəzi keçdiyimiz əsərlərdə həmişə fikir bildirirdiniz ki, yəni bu belə səhvdir və yaxud düzdür. Amma bu əsərimizdə insanın olan sevgisinə baxın. O, bəzi yoldaşlar, şagirdlərimiz deyir, mal, dövlət, para, pul deyirlər. Amma burada görərsiniz ki, həqiqi sevgi bəs necədir? İsmət də həqiqətən sevirdi. Deyirdi ki, mən yəni nişanlımdan kənarda, yəni həyat mənim üçün məmnun deyil. Yəni razı deyiləm həyatdan. Elə bunlar deyir, keçir evə. Evə keçir, qız qarmon çalırdı. Keçir evə və burada özü üçün qarmonla deməli, əylənir və bu vaxtı əsərimizdə mənfi qəhrəman Orxan gəlir. Orxan İsmətin qonşusudur, yəni bunların qonşularıdır. Bunlar yaxındır, ailələr bunlar yaxındır və qonşularıdır. Orxan adlı bir bəyzadədir, yəni varlı imkanlı bir oğlandır. Bu da Dağıstanlıdır təbii ki. Və burada gəlir, Orxan gəlir, yanında da dostu İzzətlə. Orxan, İzzət. Orxan gəlir və Orxan İzzətə deyir ki, sən kənarlaş, biraz kənarda dur ki, İsmət səni birdən evdən çıxar, İsmət, səni görməsin İsmət. İsmət səni görməsin. İzzət də buna deyir ki, bəlkə evdə yoxdur qız. Qız evdə yoxdur bəlkə. Elə bunlar dediyi vaxtı qarmon səsi eşidirlər. Bunlar qarmon səsi eşidirlər. Qarmonun səsi eşidiləndə, Orxan deyir ki, işdə evdədir. Yəni gördün, evdədir deyir. Və burada Orxanın maraqlı sözləri var. Diqqətlə buna da qulaq asın. Bəzi əsərlərlə oxşar tərəflər də var. Orxan, deməli bu kim idisə, Orxanın da gözü düşmüşdü, sevgisi var idi İsmətə qarşı. İsmət, amma bilirdi ki, İsmət nişanlıdır. Görək nə deyir? Deyir ki, hələ Orxanla İzzət bunlardır ha, qız içərdədir, özü üçün qarmon çalır, əylənir. Eşitib ki, Qanpolad nişanlısı xəbər məktub gəlib, indi o məktubun nəticəsini biləcək. Hələ için bilmirdi ha. İçində nə yazılıb qız bilmirdi, çünki oxumağa bilmirdi qız. Deyir ki, Orxan deyir ha, İsmət haqqında. Deyir ki, İsmət sultanlara layiq qızdır. Baxın ha, İsmət deyir, sultanlara layiq qızdır. Amma amasına baxın deyir. Ama deyir, onun arxası yoxdur, özü yoxsuldur, qız yoxsuldur. Mən deyir, nə zaman o qızı görəndə deyir, ruhum sarsılır. Orxan deyir ha, mən o qızı görəndə deyir həmişə, ruhum sarsılır. Bir ruh oğlan, yəni ruhsuz oğlan mən. Dilim söz tutmur mənim. İzzət, dostu Orxana deyir ki, yaxşı deyir, sən bir yigitsin. Yigit, yəni bildinizdə uşaqlar türkçə yazıb, kitabın müəyyən hissəsindən türk sözlərindən istifadə edib, sən bir yigitsin. Yəni Osmanlı türkçəsində işlənən sözlərdirsə daha düzgün olar. Sən bir yigitsin, yigitsən deyirsən. Sənə bu yaraşmaz. Yəni o qız kasıb qızdır, sənsə varlısan. Sənə belə yaraşmaz da, durub qızın arxası ilə düşmək sənə yaraşmaz. Bunu deyir. Orxan da bundan soruşur ki, pəki, mən neyniyim? Yəni nə çarə görürsən? Bu da deyir ki, qoy qız sənə yalvar. İzzət deyir ki, qoy qız sənə yalvarsın. Yəni İsmət sənə yalvarsın. İsmət kasıbdır, yəni imkansızdır. Sən isə varlısan, adın sanın var. Qoy qız sənə yalvarsın. Amma Orxan deyir ki, yox deyir. Bəli, Orxan deyir ki, yox deyir. Mən özüm öz eşqimi ona elan edəcəm, eşqimi deyəcəm. Ya deyir, o deyir, razı olacaqsa, məni ilə xoşbəxt olacaq. İzzət deyir ki, birdən əgər deyir, səni büsbütün rədd etsə nətər? Bir də səni rədd eləsə necə? Orxan burada artıq Orxanın hiddətlə, özündən razı şəkildə deyir ki, Orxan aciz deyil deyir. Orxan aciz deyil deyir. Əgər deyir, məni, buna diqqətlə qulaq asın, əgər məni deyir, rədd eləsə Orxan deyir. İsmət haqqında deyir ki, əgər İsmət məni rədd eləsə deyir, Allah şahiddir deyir. Allah şahiddir. Mənə olmasa dəmsaz, kitabda uşaqlar dəmsazdır. Dəmsaz sözünün mənası yoldaş deməkdir. Yəni mənimlə yoldaş olmasa, yəni mənimlə sevgili olmasa belə desək, mənimlə dəmsaz olmasa, o bir gündə burada qalmaz. Dəmsaz və qalmaz sözləri ilə kitabda da qafiyəli şəkildə verilir. Dəmsaz sözünün mənasını yadda saxlayın, yoldaş deməkdir. Yəni, əgər Orxan demək istəyir ki, əgər o mənimlə sevgili olmasa, yəni mənə hə deməsə,
mənimlə deməli, mən onu burada, yəni burada bir həyatda qalmaz. İzi tozu qalmaz burada. Bunu deyir. Və bunu deyəndən sonra artıq görürlər ki, qarmon səsi kəsildi və həmin bu İsmət çölə çıxdı. Yəni evdən çölə çıxdı. Gördü ki, Orxandır, bunlar qonşudur da, yəni bir-birini tanıyırlar. Orxandır, İzzətdir. İzzət artıq burada kənarlaşıb. Orxan İzzətə demişdi ki, elə ki, səni görməsin. Yəni deməli, Orxan İzzətə demişdi ki, burada İzzət kənarlaşıb bir qıraqda durur və Orxan burada təkdir. Və burada İsmət artıq çölə çıxır. Və İsmət görür ki, Orxandır və Orxan bundan soruşur ki, nə var, nə yox. Yəni, nə var, nə yox biz deyirik. Buna soruşur ki, nə var, nə yox. Orxan soruşur İsmətdən. İsmət də təbii ki, sevincli idi, çünki nişanlısı gəlir və buna deyir ki, görün nə cümləsini deyir, işlədir. Deyir ki, Qanpoladdan xəbər var, deyir, məktub gəlib Qanpoladdan. Orxan da Qanpoladın adını eşidəndə istər-istəməz əsəbləşir. Bu da təzdən soruşur ki, bəs Selma nərədə? Yəni Selma anada, Səlma ana hardadır? Qızdan soruşur ki, görüm evdə kimsə var, yoxsa yoxdur. Deyir, Səlma nərədə? Deyir, qonşuya gedmişdir. Orxan soruşur ki, niyə gedib? Yəni bu Səlma ana niyə görə gedib? Səlma niyə görə qonşuya gedib? Deyir ki, məktubu oxutmağa görə. Qonşuya mollanın yanına gedib, məktubu oxutacaq. Qanpoladdan gələn məktubu oxutacaq. Ona görə ora gedib. Bunu deyir. Və Orxan təzdən soruşur ki, bəs deyir, evdə kimsə var, deyir. Həmin İsmət deyir ki, evdə heç kəs yoxdur. Evdə heç kəs yoxdur deyəndə, Orxan adlı bir bəyzadədir, varlı bir imkanlı Dağıstanda yaşayır. Bu artıq öz eşqin elan eləmək istəyir. Kimə? İsmətə. İsmətə deyir ki, bax deyir, Qanpolad deyir, artıq kənardadır, yəni qürbətdədir. O qürbətdə olsun deyir, sən isə burada öz yerimizdə əziyyət çək, əzab çək deyirsən burada. Kədərli ol, bəmzün də soğusun, yəni üzün də soğusun deyir. Məni isə deyir, baxın, Orxan özünü necə tərifləyir. Mənim deyir, Dağıstanda var deyir, şöhrətim var. Böyük bir şöhrətim var. Hörmətim var, izzətim var, adım var, sanım var. Əslim var, nəcabətim var. Özü ilə öyünür də. Deyir, mənim hər bir şeyim var. Bunu deyir. Və buna öz eşqini elan eləyir. Orxan öz eşqini elan eləyir ki, bəs bütün qızlar mənim eşqimdə əsr olarkən, mən isə deyir, sənin eşqində qəmə batmışam. Kitab cümləsi də belədir uşaqlar. Deyir, bütün qızlar deyir, mənim eşqimdə Orxan deyir, əsr olarkən, mən isə deyir, sənin eşqində qəmə batmışam. Bunu deyir. Görək, İsmət adına uyğun davranacaqmı? Bayaqlarda dedik, adına uyğun davranır İsmət. İsmət deyir ki, Orxan yetər, sus deyir. Amma təbii ki, Orxan artıq susa bilməzdi. Orxan öz eşqin buna, yəni belə deyək də, eşqi elan edir. Öz eşqini elan edir buna. Və burada baxır ki, İsmət baxır ki, yəni bu artıq öz eşqin dedi, əlindəki üzüyü göstərir, barmağındakı üzüyü göstərir. Üzüyü göstərir və üzüyü göstərərək deyir ki, mən ömrü boyu ona bağlıyam. Yəni Qanpolada bağlıyam deyir. Yəni sənin varın, dövlətin, saydığın ad, əsil, nəcabət onlar arxa plandadır. Verilən üzüyü deyir, mən ona ömrü boyu bağlıyam. Bəs Orxan buna nə cavab verir? Orxan buna deyir ki, o barmaqdakı, yəni dəmir, yəni üzüyü deyir, boş söhbətdir. Onların heç bir mənası yoxdur deyir. Yəni o üzüyün deyir, heç bir mənası yoxdur. Onlar boş sözdür deyir. Əsas deyir, bana könül ver, yəni mənə könlünü ver deyir. Əsas könüldür. Qoşular deyir biz, təklifinə baxın Orxanın. Qoşular deyir bu köydən, deməli bunlar köydə yaşayırlar. Qoşular deyir bu köydən biz qaçaq. Orxan İsmətə təklif edir ki, qoşular deyir bu köydən qaçaq deyir. Yigit kimdirsə deyir qarşıma çıxsın. Yəni öz varına dövlətinə arxalanır. Deyir igid adamsa deyir mənim qarşıma çıxsın. Görək o kimdir? Və bunu deyəndən sonra təbii ki görək İsmət nə deyir? İsmət də yenə adına uyğun davranır. Xarakteri də belədir. İsmət deyir ki, dünya dağılsa belə deyir. Baxın ha.
Qızın xarakterinə baxır. Vara, dövlətə, bunlara aldanmır. Sevgi var, əsl sevgi budur. Deyir ki, dünya dağılsa deyir, mən ona deyir bağlayam deyir. Dünya alt üst olsa da, yəni mən ona bağlayam. Ölənə qədər mən ona bağlayam. Öz sevgisini deyir. Və bundan sonra Orxan, bunu eşidəndən sonra Orxan bunu hədələyir. Artıq gördü ki, yəni bu artıq neçə dəfə dedi, bu buna hədələməyə başlayır ki, onda deyir, nə Qanpolad sağ qalacaq, nə də sən sağ qalacaqsan. Bu da artıq İsmət də əsəbləşir, artıq İsmət burada təhqir edir. Təhqir edir ki, nə deyir, əlindən gəlirsə elə deyir, alçaq buna deyir, xain oğlu xain, buna deyir. Çünki xain də artıq bu sözü deyəndən sonra normal şəkildə onu başa düşməli idi, anlamalı idi. Amma bunu anlamadığına görə bunu təhqir edir ki, alçaqdır buna deyər, xain oğlu xain buna deyir. Ki, yəni bu uzaqlaşsın. Görək Orxan nə edir? Orxan yenidən belə bir şey edir. Yanında da İzzət artıq kənarda gizlənmişdi də, İzzət də çıxır buna deyir ki, gəl deyir, uzaqlaşaq deyir buradan. Gəl buradan uzaqlaşaq. Orxan etiraz edir. İzzət bunu məcbur edir ki, gəl artıq buradan uzaqlaşaq. Yəni artıq bu belə deməyinin heç bir faydası yoxdur sənə. Yəni qız artıq sənə cavabı verdi. Gəl buradan uzaqlaşaq. Amma görək nə cavab verir? Orxan İzzəti, yəni öz dostunu göstərərək deyir ki, İsmət üçün göstərərək deyir ki, o məcnundur deyir, ondan bir şey umulmaz. Umulmaz, yəni istənilməz deyir. O məcnundur deyir, ondan bir şey umulmaz, yəni ondan heç nə istənilməz. O bir məcnundur. İsmət də deyir ki, elə yoldaşdır da, deyir, sənin yoldaşında, yəni sən onu düz tapırsan, sənin yoldaşında, o məzun olanda sən də məzun olarsan. Məzundakı nə deməkdir? Dəli deməkdir. Bunu deyir. Və bundan sonra Orxan belə bir iş eləyir, baxın. Orxan İsmətə deyir ki, al bu xəncəri. Yerində xəncər olur. Gümüş dəstəkli xəncər olur. Deyir, bu al bu xəncəri. Ya yəni mənə təzə can ver, ya məni öldür. Ya məni öldür, ya tazə can ver, kitab cümləsi ilə deyək. Ya məni öldür, özü bilərəkdən deyir ha. Bilir ki, təbii ki, o İsmət bunu öldürməzdi. Ya məni öldür, ya deyir, tazə can ver mənə, bunu deyir. Bunu deyəndən sonra özə xəncəri də uzadır İsmətə tərəf. İsmətə deyir ki, al bu xəncər, bu sən, bu da Orxan, yəni məni öldür. Bu da hiddətlənir, əsəbləşir. Alır xəncəri. Xəncəri alır. Xəncəri alır. Xəncəri alaraq deyir ki, bəs mən səni bir yigid bilirdim. Sən bir yigidsən deyir. Amma sənə deyir ar olsun. Ar nə demək? Yəni ayıb olsun sənə. Sənə deyir ar olsun. Səni bir yigid bilir, sən bir yigidsən. Amma deyir sənə ar olsun. Bunu deyir və xəncəri də qız atır. Yerə atır ki, yəni arada xəncəri neyiniyəcəm? Deyir və keçir evə. İsmət keçir evə. İsmət keçir evə. Burada təbii ki, Orxan da artıq tərəfdə qalıb. İzzət də bir tərəfdədir ki, öz dostunu neynəsin? Öz dostunu buradan uzaqlaşdırsın. Amma Orxan yenə də deyir ki, yəni mən yenidən İsmətə öz eşqimi deyəcəm. Və elə bunlar dedikləri vaxtı, danışdıqları vaxtı bir də görürlər ki, kimsə gəlir. Görək gələn kim idi? Kimsə gəlir və bunlar tez gizlənirlər korluqda. Orxanla İzzət gizlənirlər korluqda. Bunlar burada gizlənməkdə olsun, sizə kimdən deyim? İsmətdən. İsmət də çölə çıxır, bu da əsəbləşmək ki, yəni bu tanıdığı qonşusu Orxan bilir ki, bu nişanlıdır və buna təzədən eşq elan edir. Və çıxır bayra görür ki, xəncər yerdədir. Yəni həmin ki, o xəncər yerdədir. Heç kəs görməsin deyənə xəncəri götürür. Elə götürəndə görür ki, qardaşı, yəni İsmətin qardaşı Səlim buna üzbəüzdür. Yəni yanaşıdır, çatdı buna. Tez gizlədir, xəncəri gizlədir. Xəncəri gizlədir və Səlim bundan soruşur ki, Qanpoladdan nə xəbər var? Çünki bilir ki, eşitib ki, məktub gəlib. Deyir, Qanpoladdan nə xəbər var? Nə var Qanpoladdan? Necədir Qanpolad? Qız deyir ki, bilmirəm. Çünki qız da oxumağı bilmir də, məktubu açıb oxumamışdılar.
ana aparmışdı, Səlma ana aparmışdı ki, məktubu oxutsun. Deyir ki, bilmirəm. Qız deyir ki, bilmirəm. Deyir ki, qardaşı Səlim bundan soruşur ki, bəs deyir, niyə belə təlaşlısan? Yəni, bu təlaşın nədəndir? Qız deyir, nasıl təlaş deyir? Yəni, mən təlaşlanmıram da, qız burada yalandan danışır ki, məcburi yalan deyək də buna. Yalandan danışır ki, məndə təlaş yoxdur. Deyir, yaxşı, qardaşı soruşur Səlim, bəs niyə bənizin solub, üzün solub? İsmət burada yenə yalan danışır ki, istəmirdi ki, qardaşı bunu bilsin, çünki bunun axırı yaxşı bitməyəcəyini fikirləşir. Qız deyir ki, keçən gecə uykusuz idim. Yəni, keçən axşam yatmamışam da, yuxusuz olmuşam. Ona görə yəni belədir vəziyyətim. Amma Səlim buna inanmır. Çünki Səlim bilirdi ki, məktub gəlib Qanpoladdan, həmin vaxtda İsmət neynəməli idi? Sevinməli idi, oynamalı idi, deməli idi, gülməli idi ki, nişanlımdan xəbər gəlib. Amma indi həyəcanlı vəziyyətdədir. Ona görə qardaşı buna inanmır. Qardaşı buna inanmır və burada Səlim bacısının qolundan tutur ki, bunu içəri çəksin. Deyir, gəl bəli, bu vaxtı xəncər əlindən düşür yerə. İsmətin əlindən xəncər düşür yerə. Xəncər düşəndə şübhəsi biraz da artır. Deyir ki, bu xəncər nədir bu xəncər? Qız burada yenidən yalan danışmağa məcbur olur. İsmət deyir ki, bu xəncər deyil, şimdi deyir yerdən tapdım. Yəni, indi deyir yerdən tapmışam xəncəri. Xəncər yerdəyik də, yəni, xəncəri yerdən tapmışam, şimdi yerdən tapdım xəncəri. Baxın ha. Amma inanmır, Səlim buna inanmır. Səlim deyir ki, səndə deyir, nəsə bir hallar var deyir. Düzünü deyir, doğrusunu deyir. İsmət gedir içəri. İçəri yəni qaçır ki, bunu deməsin qardaşına, amma qardaşı da bilir ki, buna hətta gedəndə deyir ki, qurnaz. Türk dilində deyir ki, Osmanlı türkçəsindən qurnaz. Qurnaz nə deməkdir? Hiləgər, kələkbaz. Bilir ki, bacısında nəsə gizlədir. Bacısını yenidən çağırır və bacısına deyir ki, nədir də, yəni sən niyə belə həyəcanlısan, niyə təlaşlısan, sən nə isə mənə demirsən. Amma bacısı deyir ki, məndə heç bir şey yoxdur. Səlim məcbur qalır, bacısına deyir ki, onda deyir, and iç, qurtul. Yəni, and iç, onda and iç, qurtul. Vallah, billah, de qurtul. Görək qıza baxın, İsmət yenə adına, xarakterinə uyğun olaraq deyir ki, mən deyir, and içməm deyir. Yəni, yalan yerə and içməm. Baxın ha, biz olsun, and içdə, yəni, de geçsin də, and içəcək qutarçı ki, nə olacaq? Amma buna baxın, qız deyir ki, amma qız da fikirləşirdi ki, İsmət də fikirləşirdi ki, axırı faciə ilə bitər. Qardaşı nə deyər, qardaşı Orxanın üzərindən gedər, burada bir faciə və hadisə olar. Sevindiyi anda faciə olar. Ona görə qız, baxın, qalır iki yol arasında, and içsin, içməsin, təbii ki, o dəqiqə deyir ki, and içməm. Qardaşı deyir ki, onda and iç, vallah, billah, de, qurtul da, and iç, qurtul. Görək qız nə deyir? Deyir, mən deyir, bən deyir, yalandan and içsəm, yəni yalandan and içsəm deyir. Olaram Allah düşməni. Baxın ha, yalandan and içməyi Allah düşməni kimi qiymətləndirir. Qız deyir, İsmət deyir, mən deyir, and içsəm, olaram Allah düşməni. And içmir. Deyir, gərək qardaşıma deyim, yəni hər şeyi deyim. Qardaşına hər şeyi danışır, görək nə deyir. Deyir ki, Orxan gəlmişdi, qardaşına artıq Səlimə deyir İsmət. Orxan gəlmişdi. Qardaşı sorur ki, hansı Orxan? Deyir, qonşumuz Bəyzadə. Yəni, varlı, imkanlı Orxan. O gəlmişdi. Səlim də deyir ki, bizim bu ahbabdır. Ahbab, yəni dostdur, yoldaşdır deyək. Bu bizim yoldaşdır, yəni tanıyır. Səlim də Orxanı tanıyırdı. Və deyir, nə olub, nə dedi sənə? Deyir, Orxan gəldi, mənə eşq elan eylədi. Qardaşı deyir ki, bəs sən nə dedin ona? Səlim soruşur ki, sən nə dedin ona? Deyir ki, mən onun gözlərinə tükürdüm. Yəni, kitab cümləsi deyirədi, yəni gözlərinə tükürdüm. Deyir, sonra bəs, deyir, Orxan deyir, bundan qəzəbləndi, əsəbləşdi və xəncəri çəkdi ki, məni öldür. Yəni, onu da demişdi, məni öldür. Və mən də deyir, içəri evə girdim, yəni içəri girdim və ondan sonra çıxanda gördüm ki, Orxan gedib, qılınc xəncər də yerdədir. Bunu qardaşına danışır.
Qardaşı da baxın, burada maraqlı bir məsələni də deyim. Səlim də burada, yəni təbii ki, bacısına tapşırır ki, heç kəsə bunu demə. Yəni heç kəs bundan xəbəri olmasın. Heç kəs dediyi kim ola bilər? Səlma ana ola bilər. Bir də ki, İsmətin anası gül ola bilər də. Yəni qalan kimi maraqlı idi burada. Yəni heç kəsə demə. Qız da deyir ki, təbii ki, mən özümü rüsva eləsi deyiləm ki, yəni heç kəsə demərəm. Bu sirri heç kəsə demərəm. Deyir, bu evə gedir. Və bunu da Səlim buna bacısına tapşırır ki, Səlmanı gözlə, yəni ananı gözlə. O gələndən sonra qayıt evimizə. Bu sirri də heç kəsə demə. Həmin bu qız İsmət gedir evə, Səlim də ki, xəncəri götürür. Burada uşaqlar xəncəri, yəni o xəncərə baxaq, xəncərə əjdaha deyən bir ya belə deyək, əjdaha dedim, kitabda əjdər yazıb. Əjdər deyən bir olur, yadda saxlayın, İsmət olur. İsmət ilk dəfə xəncəri əlinə götürəndə görür ki, bu xəncər gözəl bir xəncərdir və ona əjdər deyir. Əjdər bilcə nədir? Əjdaha. Biz belə deyirik, əjdaha deyirik, kitabda əjdər yazıb. Bir də ki, Səlim xəncərə baxanda görür ki, xəncər kəskin bir xəncərdir. Və deyir ki, bu xəncər kəskin xəncərdir. İsmət olar elə özünə, sahibinə, yəni Orxana qismət olar. Orxana qismət olar. Və deyir ki, mən özüm də Orxanla hesablaşaram. Orxanı tapıb hesablaşaram. Deyir və gedir. Orxanla da İzzət bunu eşidirlər. Orxanla da İzzət bunu eşidirlər və Orxan hiddətli şəkildə, kinayəli şəkildə, baxın, gülə-gülə deyir ki, qəhrəman Səlim deyir. Baxın, bunu qəhrəman Səlim kimi deyir ki, yəni dırnaqarası kinayəli şəkildə deyir ki, indi get görüm neyini yətsən, mənə neyini yə bilərsən, o mənada. O mənada deyir ki, qəhrəman Səlim, indi sən get deyir görək neyini yiyəcəksən. Burada İzzət yaxşı söz deyir, öz dostu olsa da yaxşı söz deyir. Deyir, öz düşmənin də deyir, nə qədər deyir, zəif olsa da, aciz olsa da, onu deyir, kiçik sanma, kitabda küçük sanma. Yəni, öz düşmənin nə qədər zəif olsa da, İzzət bunu kimə deyir, yadda saxlayın. İzzət Orxana deyir ki, düşmənin nə qədər zəif, aciz olsa da deyir, onu kiçik sanma deyir, dostuna deyir. Və Orxan buradan gedmək istəmir, uzaqlaşmaq istəmir, çünki Orxanın məqsədi odur ki, qızı, yəni İsməti öz eşqinə inandırsın. Yenidən elə bunlar istəyirdi ki, nəsə bir iş görsünlər, yəni belə deyək, İsməti çağırsınlar, amma bu vaxtı görürlər ki, yenidən gələn var. Gələn kim idi? Gələn Orxanın sözü ilə, Orxanın dili ilə desək, gələn Qampoladın anası idi. Yəni Səlma ana idi. Qonşuya getmişdi, bayaq dedik, mollanın yanına getmişdi ki, məktubu oxudub gəlsin. Və Səlma ana gəlir, Səlma ana çatır kimin yanına? Qızın yanına. Yəni İsmətin yanına. İsmətin yanına çatır, deyir ki, qızım deyir, müjdəmi ver deyir. Müjdəmi ver. Qampolad ya bugün axşam, ya sabah gələcək deyir. Özü də deyir, bir aydır ki, vaxtları da yadda saxlayın, hisslər bunlarla bağlı düşür. Bir aydır ki, deyir, tədarik görüb gəlməyə. Bir aydır ki, tədarik görüb ki, gəlsin, hazırlaşsın. Və məktubda yazıb ki, ana deyir ha, məktubda yazıb ki, mən gəldiyim həftə toya tədarik görün. Mən gəldiyim həftə toya tədarik görün. Gəldiyim həftə deyir. Və qız da deyir ki, onda deyir, mənə nüsxət ver, icazə ver mənə. Anaya deyir İsmət, mənə icazə ver deyir, gedim anam gilə də xəbər verim, gəlim. Qıza deyir ki, get. Ana, Səlma ana qıza deyir ki, get deyir. Baxın, get, amma burada da işimiz var, tez qayıt. Qıza görə nə müraciət edir? Əsərimizin giriş hissəsində yadınıza salın. Ana, yəni Səlma ana İsmətə müraciətlə deyirdi ki, mələkdir deyirdi, qızı mələk adlandırırdı. Burada isə uşaqlar, qızı Elmasım adlandırır, yəni Almaz deyir qıza. Elmasım adlandırır qızı. Və qıza deyir ki, get, anan gilə xəbər elə. Yəni bu Qampoladın gəlməyindən. Və tez qayıt gəl bura. Baxın, bax, qıza müraciət elədi. Yəni, ananın da ona müraciətinə baxın. Ananın hansı qəlbə sahib olmağına baxın. Və ana get deyərkən qızı çiçək adlandırır.
Baxın, qıza çiçək də deyir. Bunu da yadda saxlayın. Bunu mən də sizdən soruşanda soruşacağım bunları, deyəcəm, demişəm, deyəcəm və yenidən soruşacağım. Və bunları yadda saxlayın. Qızın dediyi, qızı adlandırdığı məsələlərdə diqqət edin. Qız burada təbii ki, neyniyir, gedir. Anası gilə gedir ki, öz anası gilə xəbər eləsin ki, Qanpoladın vəziyyəti barədə. Və bu qız gedəndən sonra Orxanla İzzətin diyaloqu da verilib yenidən. Orxan burada əsəbləşir və eşitdi ki, Qanpolad gəlib, deyir ki, onları artıq mən sağ buraxmaram. Onları artıq sağ buraxmaram. Burada bir dənə atalar sözü də verilib, İzzətin dilindən. İzzətin dilindən atalar sözü də verilib. Daldan atılan daş topğa dəyər. Bu bizdə bir Nəcəf bəy Vəzirovun əsərin adı idi. Əsərin adı. Bir də burada həm də atalar sözü kimi verilib. İzzət öz dostu Orxana deyir ki, yəni bayağı da bir məsələni demişdi. Burada da yenə dostuna deyir ki, bəs özün, yəni daldan atılan daş topğa dəyər, yəni kiməsə nəsə bir pis yerəsin, özünə qayda bilər bu məsələ. Bunu deyir. Və Orxan yenidən təkid edir ki, yəni mən getmirəm, yəni burada öz eşkimi yenidən elan edəcəm. Yəni İsmətə deməliyəm bunu. İsmətə bunu deməliyəm. Və burada qız getmişdi axı. İzzət deyir ki, axı qız getdi, İsmət getdi axı. Orxan gözləri nə qədər bu insanın kör olub ki, məcazi mənada deyək, kör olub ki, qızın yanından ötüb keçdiyini belə görmür. Və Orxan yekun qərar verir ki, neyniyəcək? Orxan deyir ki, ya İsmət mənim eşqimə inanmalıdır, ya da ki, Qanpolad al qana boyanmalıdır, yəni ölməlidir. Və əsərimiz bayaq dediyim kimi bir pərdəlidir, amma burada iki hissəyə ayrılıb əsər. Daha iki hissəli deməyək, əsər bir pərdəlidir, amma ikinci hissə də verilir burada. İkinci hissədə nəyi göstərilir? İkinci hissədə göstərilir ki, ana birinci hissədə əvvəlində olduğu kimi ana ya Rəbbiyə, Allaha yalvarırdı. Burada da Allaha müraciət edib Allaha şükür eləyir. Ey ulu Tanrı deyir, şükür eləyirəm. Yəni oğlunun gəlməyinə şükür eləyir ki, artıq oğluma qovuşacam, Qanpolada qovuşacam. Şükür eləyir. Və oğlunu yadda saxlayın, Yusif Peyğəmbərə bənzədir. Qarşıda Məmməd Hüseyin Şəhriyarın əsərində də Yusif Peyğəmbərin adına rast gələcəksiniz. Deməli, burada da oğlun Yusif Peyğəmbərə bənzədir ki, oğlum Yusif kimi deyir, həbsdə idi. Oğlum yəni kənarda idi, qəriblikdə idi. Oğlum Yusif kimi deyir, həbsdə idi deyir. İndi artıq deyir, oradan deyir, çıxıb, yəni həbsdən belə deyək, çıxıb gələcək. Burada təbii ki, həbsdə deyildi, oğlu kənarda, qürbətdə idi. Sadəcə burada Yusif Peyğəmbərə bənzədir. Elə bu vaxtı İsmətin qardaşı Səlim gəlir. Səlim gəlir, anaya deyir ki, ana, yəni Səlma deyir, Səlma bacı. Ana demir orada, Səlma bacı deyir. Müjdəmi ver. Müjdəmi ver deyir. Deyir, nə müjdəsi? Deyir, oğlum Qanpolad gəlir. Deyir, köydəmi? Yəni kətdəmi? Deməli, hadisələr kətdə baş verir. Deyir, artıq köydədir, yəni kətdədir. Və ana deyir ki, nə müjdəsi istəyirsən? Yəni xələt deyir də, nə xələt istəyirsən, nə müjdəsi istəyirsən Səlimə deyir. Səlim deyir ki, sən özün bilirsən də, yəni nə verirsənsə ver. Ana gedir içəri, evə gedir. Ana gedir içəri. Ana getdi içəri və oradan hər hansı bir müjdəni gətirməyə getdi, yəni xələt gətirməyə getdi. Və həmin vaxtı Səlim ana haqqında fikri var. Ana haqqında fikri belədir ki, ana deyir, yəni Səlma haqqında deyir, mən deyir, dünyanı gəzdim deyir, belə qadın deyir, görmədim deyir. Belə hörmətli, alicənab, belə bir qadın böyüklükdə, belə bir qadın görmədim. Alicənablıqda belə bir qadın görmədim deyir mən. Baxın, Səlim ana haqqında deyir bunları, belə bir qadın görmədim deyir. Və bu vaxtı ana gəlir, ana gələndə əlində də gümüş kəmər olur. Gətirir Səlimə gümüş kəmər verir. Baxın ha, özü kasıb olsa da amma ürəyi böyük idi ananın.
Özü kasıb olsa da ürəyi böyük idi bu ananın. Ana hədiyyəsini verdi və burada Səlim artıq gedir Qanpoladı belə deyək qarşılamağa. Ana burada yenidən Allaha öz şükranlığını bildirir ki, yəni şükür ki, oğluma qovuşacam. Və hətta deyir ki, İsmət, yəni qız, yəni eşitsə deyir bunu, Məcnundan dönəcək. Burada yenə artıq Məcnun adın ikinci dəfə çəkildi. Məcnuna dönəcək belə deyir. Qız, yəni İsmət eşitsə ki, Qanpolad gəlir, Məcnuna dönəcək bu. Məcnun olacaq. Bunu da dedik və bu vaxtda ana eşitir ki, 4-5 əl tapanca səsi eşitir. Ana təlaşlanır ki, bu 4-5 səs nə tapanca səsidir? Və ananın burada fərziyyəsi var. Ana deyir ki, görəsən yenə mi qaçaqlardır? Yəni qaçaq quldurların yəqin ki, tüfəng səsidir, tapanca səsidir. Yəqin ki, elə fikirləşir. Bunu da yadda sağlayın ki, ananın burada ehtimalı, zənni var ki, yəqin ki, qaçaqların ola bilər. Bu vaxtı Murad adlı biri, yəni bu da bu ərazilərdə yaşayan Çərkəz xalqına aid olan Muraddır. Murad adlı biri əlində boş tapanca və həyəcanlı şəkildə gəlir. Gəlir, görür ki, yəni Səlmadır, yəni qadındır, ana Səlma anadır, yəni onun yanına gəlir və ona deyir ki, imdad. İmdad, yəni kömək istəyir ondan. Kömək istəyir. Ana bundan soruşur ki, yəni nədir, nə olur? Deyir, əgər məni tutsalar, yəni arxamca qaçanlar, məni tutsalar, bu saat məni öldürəcəklər. Bu saat məni deyir, öldürəcəklər. Kömək edin, mənə imdad edin, kömək edin. Anam bunu çağırır ki, gəl, yəni mən səni gizlədə bilərəm, gəl. Burada baxın, Murad deyir ki, mən bir qərib adamam. Özü də günahsızam. Bu cümləyə diqqət edin. Deyir, mən qəribəm deyir, özü də günahsızam. Murad deyir. Ana deyir ki, narahat olma, gəl deyir, mən səni evdə saxlaram. Evdə saxlaram deyir. Sən mənim qonağımsan deyir. Səni heç vaxt ələ vermərəm. Özü Allah şahiddir deyir. Baxın ha. Deyir Allah şahiddir olsun deyir. Mən səni ələ vermərəm. Sən özdə kimsəsizsən, qəribsən deyir. Mən səni ələ vermərəm. Ana deyir ha Murada. Muradı tanımır kimdir. Murad da bana tanımır. Və bunu saxlayır evdə. Yəni getdi evə, yəni evin içərisinə getdi. Bu vaxtı Səlim gəlir, əlində xəncər gəlir. Deyir, o Murad qatil nərədə? Qatil Murad hardadır? O xain olan Murad hardadır? Ana soruşur ki, nə qatil, nə xain, nə danışırsan? Yəni sən nədən danışırsan? Nə xain, nə qatil? Kimdir o qatil? Bu da deyir ki, Murad adlı qatildir, Muraddır qatil. Onun dalıcan qaçıram da, yəni onun dalıcan qaçıram. Buradan qaçarkən, buradan deyir bir adam keçmədi ki, anadan soruşur. Ana deyir ki, o kimdir? Bu da deyir ki, Muraddır. Adı Muraddır, özü Orxanın yoldaşıdır. Belə deyir. Səlim, İsmətin qardaşı Səlim. Anaya deyir ki, bu Muraddır, Orxanın yoldaşı Muraddır. Bunu təsadüfi demir ha. Ana deyir ki, oğul deyir, qaçan qovulmaz. Yəni, qaçan adamı qovmazlar. Ana bilmir axı nədən söhbət gedir. Qaçan adam bir dənə Murad idi də bunun yanına qaçmışdı. Ana deyir ki, bala qaçan qovulmaz. Qaçanı qovmazlar. Nədir, bu nə olub deyir, kim öldürür, mənə deyirəm. Birinci, Səlim anaya demək istəmir. Deyir, bilməm. Burada yalandan deyir, kitab cümləsi deyir ki, bilməm. Ana soruşur, təkid edir. Deyir, nə baş verib, kim öldürüb orada? Səlim artıq bilir ki, məcbur da demək. Səlim burada deyir ki, Orxan deyir, Orxan. İsmətə öz eşqini elan eləmişdi. Yəni ona məftun olduğunu demişdi. Bunu danışır. İsmət də deyir, onu deyir, pis cavab verir, yəni kobud cavab vermişdi ona. Kobud cavab vermişdi. Ona görə Orxan bundan əsəbləşmişdi, Qanpoladın eşitdiyini görmüşdü və dostları ilə, yəni yoldaşları ilə bir yerdə, Muradla, İzzətlə bir yerdə puskuda durmuşdular. Bunlar deyir. Ana deyir, və sonra, yəni sonra nə oldu? Deyir, sonrası bu oldu ki, deyir, mən deyir, ora varanda, yəni çatanda, mən ora çatanda, Səlim deyir ha, artıq Qanpolad ikisini də, Muradı da, Orxanı da, İzzəti də. Burada 3 nəfər olur. Murad, Orxan, İzzət. Puskuda durur 3 nəfər. Ki, kimi öldürsünlər? Qanpoladı öldürsünlər. Deyir, Səlim də deyir, mən ora varanda deyir, Qanpolad deyir, ikisini,
Orxanla İzzəti deyir, artıq deyir, güllə ilə vurmuşdu. Bunlarda özləri 3 nəfərdən həm xəncərlə, həm də ki tapanca ilə, yəni güllə ilə belə deyək, silahla silahlanmışlar ki, onu öldürsünlər. Ana eşidir ki, oğlu ikisini öldürüb. Kimləri öldürüb? Orxanla İzzəti öldürüb. Ana deyir ki, südüm halal olsun oğluma. Südüm halal olsun oğluma. Bəs sonrasını Səlim deyir ki, bəs Muradın deyir, gülləsi nişan aldı onun qəlbindən. Onun qəlbin nişan aldı. Murad, həmin o dediyimiz Murad, ana evində saxladığı Murad da, yəni gizlətdiyi Murad. Deyir, Murad deyir, nişan aldı onun qəlbini, qəlbin nişan aldı. Ana nə vəziyyətə düşər? Ana burada artıq daha da təlaşı da artır, yəni bildi ki, artıq oğluna güllə dəyib. Ana deyir ki, yüzlərlə miskin olsa da, mənim oğlumun tükünə deyir, dəyişmərəm. Yüzlərlə miskin olsa da deyir, mən oğlumun tükünə də dəyişmərəm. Ana burada ağlayır. Ana ağlayır və bu vaxtı orada ləzgi arkadaş olur, yəni arkadaş, yoldaş. Ləzgi arkadaş burada köməkliklə ləzgi arkadaşı bunu qolunda gətirir, köməkliklə gətirir. Ana oğlun görür, qaçır oğlun qucaqlayır, ağlayaraq oğlun qucaqlayır. Və oğluna deyir ki, sənə kim qıydı? Oğluna deyir ki, sənə kim qıydı? Oğlu Qanpolad artıq yaralanmış vəziyyətdə də deyir ki, mənə deyir, heç kəs qıymıb deyir. Mənim düşmənim, mənim qanlı taleyimdir. Baxın ha, yəni əsərimizin doğrudan da əsl qəhrəmanı var, belə olar. Və təbii ki, bu anda ananın vəziyyəti qeyri-mümkündür ki, təsəvvür edəsən ki, ana nə vəziyyətə düşər. Və bu vaxtı həmin Səlim intiqam istəyir. Deyir ki, bilir də Muradı öldürüb. Səlim deyir ki, intiqam almalıyıq da, yəni Muradı öldürməliyik, intiqam almalıyıq. Amma yadda saxlayın. Bu əsərimizin müsibət fəxrətində olduğu kimidir. Qanpolad deyir ki, intiqam olmaz. Haqsız yerə qan tökülməsin deyir. Mən özüm deyir, onun düşməndən özüm intiqamımı almışam deyir. Haqsız yerə qan tökməyin. Məsələn, qəhrəman budur ha. Əsərimizin qəhrəmanı belə olmalıdır. Necə ki, Fəxrəddin belə idi, bu əsərimizin qəhrəmanı da belədir. Deyir ki, intiqam olmamalıdır. Amma İblis əsərində yadcıdadır. Hətta ölən xəyalı, teyf olsa da qisas, intiqam istəyirdi. Burada isə Qanpolad deyir ki, qəti intiqam olmasın. Və bu susuyur. Qan axdığına görə susayır və anadan su istəyir. Ana deyir ki, sənə su olmaz da. Yəni, daha da o qan axmağı tezləşə bilər. Və burada İsməti istəyir. İsməti çağırır. İsməti çağırır və qısa bir müddət sonra İsmət özü gəlir. Daha İsməti kimsə burada çağırmır. İsmət olsa gələcəkdi bura. Eşitmişdi ki, Qanpolad gəlir, gələcəkdi. İsmət gəlir. İsmət gəlir, görür ki, yaralı vəziyyətdədir. Qaçır, qucaqlayır öz nişanlısın, ağlaya-ağlaya qucaqlayır və bu məqamda bircə söz deyə bilir. Bircə söz deyə bilir. Nə deyir? Əlvida deyə bilir. Bircə söz deyə bilir, əlvida. Yəni, öz nişanlısına əlvida deyə bilir və kəlmə-i şəhadəti gəlir. Kəlmə-i şəhadəti gətiribsə artıq ölüm deməkdir. Burada nişanlısı İsmətin həqiqətən adına uyğun xarakterə malik olduğu qızdır. İsmət deyir ki, bundan sonra mən deyir, artıq istəmirəm ki, sən artıq tək öləsən, sən tək yalnız ölməyətsən. Deyir, ananın əlindən xəncəri alıb özünü öldürmək istəyir İsmət. Amma ana buna mane olur. Ana buna mane olur və ana deyir ki, Allah deyir, bu işi deyir, lənət eləyib. Yəni Allah özün öldürmək, cana qəsd eləmək lənətləyib. Bunu deyir. Yəni buna icazə vermir. Buna icazə vermir. Artıq oğlu bir vəziyyətdədir, ana bir vəziyyətdədir, qız da bir vəziyyətdədir. Hərəsi bir vəziyyətdədir. Və ana burada ağlına keçir ki, yəni bilir ki, oğlunu öldürən Muraddır. Baxın, bura cümlələrə diqqətlə fikir verin. Murad burada bilir ki, Muraddır, qatil həqiqətən də Muraddır. Və burada balaca bir neçə cümləli bir məsələni xüsusi deyəcəm, yadda saxlayın. Ana deyir ki, mən deyir onu deyir,
sağ qoymaram deyir. Mən onu yaşatmaram. O da deyir cəzasını gərək bulsun, tapsın cəzasını. Amma sonradan deyir ki, fəqət amma, yəni fəqət amma deməkdir. Amma deyir, oğlum deyir, ölüm ayağında olarkən mənə nə dedi? İntiqam olmaz dedi. Oğlumun deyir, ruhu inciyər deyir məndən. Və bir də ki, əsas cümlə fikir verir və bir də ki deyir, mən onu deyir cəza versəm, Muradı öldürsəm, yəni cəza versəm deyir, oğlum geri qaydar, oğlum geri qaydanmaz. Həm də deyir, o qonaqdır deyir, onu qoy azad eləyək. Yəni Muradı azad eləyin, Murada buraxıb getsin, buraxaq Murad getsin deyir, kənarlaşsın deyir. O özü deyir, öz xəcalətindən ölsün. Ana deyir, ananın böyüklüyünə baxın. Ana deyir ki, o xəcalətindən ölsün. Azad eləyən Muradı, oğlunu öldürən. Bunu deyir. Və ana burada çölə baxır ki, Səlimgili axtarsın. Çünki artıq oğul da vəfat edib, yerdən götürmək lazımdır. Və bu vaxtı Murad çölə çıxır. Çölə çıxanda görür ki, gözü ilişir Qanpoladın meydinə, yəni öldürdüyü adamın meydinə ilişir. Və baxır, özü də dəhşətə gəlir. Və istəyir ki, buradan qaçıb uzaqlaşsın. Çünki bilirdi ki, bunu tutsalar, doğrayacaqlar. Kitabda da eləmiş olan. Tutsalar bunu doğrayacaqlar Murad. Tikə-tikə biz deyirik də, hə? Bunu doğrayacaqlar Muradı. Ona görə qaçıb getmək istəyir. Qaçıb getmək istəyəndə ana ilə üzbəüz gəlir. Ana deyir ki, ana bilir də oğlun qatilidir. Deyir ki, buna, deyir, sən deyir, qonaqsan deyir. Qorxma deyir. Qorxma deyir, sən deyir, mən səni ələ vermərəm deyir. Qorxma, sən mənim qonağımsan, səni ələ vermərəm. Qorxma. Amma deyir, adın nədir? Ana dəqiqləşdirmək istəyir. Adın nədir? Bundan soruşur. Bu deyir ki, Çərkəz Murad, yəni Murad, adı Muraddır. Ana oğlunun meydin göstərir, deyir ki, bax deyir, öldürdüyün deyir. Öldürdüyün deyir, oğlumun meydidir. Bu oğlumun meydidir, öldürdüyün, canına qıydığın, kitab cümləsindən desək, canına qıydığın oğlunun meydidir, oğlumun meydidir. Bu dəhşətə gəlir də, Murad da artıq burada baxır ki, yəni bir ailəni hansı faciə yaşaya bilər, onu yaşadıb bunlara. Buna da diqqət eləyək və əsərin bu hissəsində həmin qız İsmət görür ki, ana Muradla yəni danışır və bilir ki, qatil buradadır. Və İsmət istəyir ki, Səlimi çağırır ki, qardaşım ki, qanlın buradadır, yəni bunu öldürmək lazımdır. Və qız burada İsmət ananın əlindən xəncəri çəkir ki, gedib Muradı öldürsün. Qız da Muradı öldürmək istəyir. Amma ana qoymur. Ana qoymur ki, olmaz. O azad olacaq, o getməlidir. Ana onu qoymur. Və burada ikinci bir məqamda Murad bundan dəhşətə gəlir. Görür ki, qız bir vəziyyətdə, ana bir vəziyyətdə, yerdə öldürdüyü Qanpolad nəvəd ölüm vəziyyətdə, ölüb də artıq bu. Meyitdir, dəhşətə gəlir və burada yadda saxlayan Murad da ananın əlindən xəncəri alıb ürəyinə saplamaq istəyir. Deməli, Murad da özünü öldürmək istəyir burada. Bunu yadda saxlayın. İsmət həm özünü öldürmək istəyirdi, İsmət həm Muradı öldürmək istəyirdi. Murad da bunu özünü öldürmək istəyirdi. Amma ana əlindən vurur ki, olmaz. Mən söz vermişəm, sözümün üstündə durasıyam. Yəni, sən azad olmalısan. Murad deyir ki, necə də alicənabsan da, yəni ana haqqında, necə böyük bir qəlbə maliksən. Və ana buna verdiyi sözü tutmalı idi və ana verdiyi sözü tutur. Və burada Çərkəz Murad qorxurdu və anadan soruşur ki, mən iz burada tanımıram, yol tanımıram, iz tanımıram. Mən niyə bilərəm? Axı, məni tuta bilərlər. Ana deyir ki, narahat olma, sən bu dəri ilə get. Dəri ilə gedərsən, bir köyə çıxacaqsan, yəni bir kəndə çıxacaqsan. Ondan sonra salamatsan, səni heç kəs görməyəcək. Və Murad burada uzaqlaşır. Deyir və geriyə də baxır, bunlara baxır və uzaqlaşır. Qaçır, çıxır, gedir. Yəni, Murad ölmür, qaçır, çıxır, gedir. Dəri ilə qaçıb, çıxır, gedir. Ana qonağın dalıca nə deyir? Deyir, get namərd qonaq. Get alçaq mültəci. Mültəci nə deməkdir? Mültəci öz vətənini, torpağını müxtəlif səbəblərdən tərk edən şəxsə deyirlər. Və ana belə sözündə deyir ki, monoloqunda deyir ki, deyir, Allah səni deyir, kamına irdirməsin. Kam yəni arzu deməkdir. İrdirməsin, yəni çatdırmasın. Deməli, ana Murada qarğış da eləyir. Onu da yadda saxlayın. Ana Murada qarğış da eləyir ki, Allah səni kamına irdirməsin deyir.
və ana Allahdan səbir, yəni təhəmmül istəyir. Təhəmmül nədir? Təhəmmül səbir deməkdir. Təhəmmül istəyir və ana gəlir, oğlunun meyitini qucaqlayır, ağlaya-ağlaya meyitini qucaqlayır. Və burada Səlim arkadaşı ilə gəlir və bu hadisəyə baxa qalırlar.